Dünyanın ən hündür minarəsi hansı məsciddədir heç bilirdiniz? Düzünü desəm mən də bilmirdim. İlk dəfə Qazaxıstan səfərində öyrəndim. Mən sizi virtual olaraq Mərkəzi Asiyanın ən böyük məscidlərindən biri olan Astana Böyük məscidinə aparım. Mən hələ 26 illik həyatımda bu qədər böyük və möhtəşəm məscid görməmişdim. Məscid təqribən 235 min nəfəri eyni anda qəbul edə bilir. Bu məsciddə 4 minarə var ki, hər minarənin hündürlüyü 130 metrdir. Minarənin təpəsindən Astananın hər yerini görə bilirsiniz. Hətta buranın qiblə tərəfində Allahın 99 adı mozaik ilə yazılıb. İçəri, interyeri o qədər gözəl idi ki, adam baxdıqca valeh olurdu. Hə, bu arada dünyanın ən böyük xalçası da məhz bu məsciddədir. Məsciddə ümumilikdə 15525 kvadrat metr xalça istifadə olunur. Bu da dünyadakı ən geniş əl işi xalçalarından biridir. Bu arada bu məscid təkcə ibadət yeri deyil. Biz burada elm və tədris otaqları, toy zalları, muzey, konfrans otaqları, qapalı geyimlər satılan mağaza, hətta kafe shop belə görə bilərsiniz. Bu arada məscidin əsas girişindəki olan qapı isə dünyanın ən hündür məscid qapılarından da biridir. Qapı 1.5 ton ağırlığında və 12 metr yarım hündürlükdədir. Bəs sən necə Qazaxstanda belə bir məscidin olduğunu bilirdin?